bir milləti necə alçaldıb, necə günə salıblar ki, bir millət son buzlaşma dövründən sonra yaranan çox gözəl iqlim şəraiti, Holoson epoxası deyirlər. Yəni inkişafın ən sürətli vaxtı, buzlar çəkildi və münbit şərait yarandı. Bütün canlılar, heyvan, insan hər bir sözdən təkamülün ən gözəl münbit vaxtı. Təxminən 11.700 il bundan qabaq. Təxminən. Məhz ən yaxşı iqlim, haradakı iqlim qurşaqları, onlardan da biri bura, Azərbaycan, 11 iqlim qurşağında insanlıq təkamül keçib, daha da inkişaf elədi və artıq əkinçilik bu başladı. Belə bir tarixi olan xalqı gör necə sındırıblar. Bu millət daim dünyaya meydan oxuyub ki, sərkərdələr olur, oğullar, cəngavər kimi oğlanlar olar, Azərbaycanlı gör nə günə qalıb ki, öz qiriyyətini, namusunu, bacısını, anasını kiminsə fətvası ilə qutaracaqmış. Gör, bu bizi gör nətər alçaldıblar ki, çap biri ki, afilən kəs fətva verməsəydi, bu Azərbaycanda hər bir kişi bilir ki, sənin cənnətin də başına dəysin, cəhənnəmin də. Bilir ki, bəli, bacı, ana, bu ölkənin ərazisində addım atan hər bir qadın, hər bir ana, bacı qorunmalıdır. Bəli, və bugün biz şəhid dediyimiz, istəyirsən nə deyirsən de, bunlar bizim baş tacımızdır. Cənnət olsa da olmasa da, ölkə başçısı gedir onun qarşısında baş əyir. Ölkə başçısı bilir ki, bir şəhid bəli, hamıdan əzəmətlidir. Bəli, mən bilirəm ki, mənim bugün anam, bacım erməni tərəfindən zorlanmayıbsa, o şəhidə mən borcluyam. Bəli, çünki onu olmasaydı, o şəhidlər olmasaydı, o qazilər olmasaydı, mən onlara borcluyam. Mən bilirəm ki, o şəhidlərin balalarına, ailəsinə mən borcluyam. Bu vətən, bu xalq, bu millət hamısı, mən də canım çıxacaq, mən də gedəcəm. Ölməliyəm də. Kim üçün? Cənnətə görə ölməliyəm mən. Mən peysərəm də ya. Bu qədər şərəfsizəm mən, hə? Mənə kimsə nəsə verməli də. Muzlu gedib, öz bacıma, anama görə, ailəmə görə gedib. Cənnətə düşəcəm mən. Mən peysərəm də, hə? Sənin cənnət və başıma dəysin sənin. Bən bu millət illərdir, cənnət, cəhənnəm yox idi. Bən qiriyyətin, namusun, anasın, bacısın qorumurdu be ya. Siz bu milləti nə sındırmışsınız? Sən fətvan başına dəysin. Sən kimsən hə fətva verirsən? Bəyəm o sən fətva verməndə, sən başın yedin bu cəmaatın, Azərbaycanlı o canavar kimi uşaqların, indi sən fətva ilə cəmaat, bəyəm sən fətvan olmasa cəmaat namusun başını bıraxır çölə, hə? Sənin cənnətin gözünə girsin. Bəyəm bu millət onsuz bəyənləri qorumayacaqdır. Niyə qorumur ki? 41-45'də heç bizim deyildi yeri gələndə. Gör, nə qədər kişi öldü, arvadlar əkin əkildi. Bu qədər sındırma olmaz, bir xalqı bu qədər. Gör, bu din bizim mənliyimizi, yəni qeyrətimizlə oynayır bu bizim. Sən başa düşmədim, Sovet dövründəki ölən kişilər nədir bəyəm? Yəni, onlar nə? Onlar kimin? Onlar da bizim. Ha, qardaş, bilirsən, sənin mən öz bu millət, nəyin ki məni? Bu millət ən belə yeyib, belə zəifi cılısı belə, öz namusunu, qiriyyətini, bilir ki, vətənini heç bir təmənnasız, yəni ömür boyu qoruyan bir millət olmuşum. İndi də beləyim. Sadəcə, ortada gəzən söhbətlərə, danışılan dillərə sığan sözlər, odur qoyur adama ki, gör bu milləti necə sındırıblar, alçalıb ki, köləsi olublar, ha. Bax, bu Azərbaycanlının bir dənə bazı zəif Azərbaycanlı kişinin qabağında o yana bu yana qatıb qovduğu adamlar olur. Onların nəvələrini gör, başını gör necə doldurub, gör bunların, güya ki, ya biz belə fətva verməsək, sən peysərsən də, yəni bu qədər, belə deyirdi, özümü, yəni mən peysər fətva verməsəydim, sən deyib anı bacı qorumayacaqdın. Kül başıma mənim, kül, bu günə salanların vicdansız alçaqlar, bu milləti necə sunulub, buna dözəm, ürəyim partlayır mənim, yəni bu alında olsun, həqiqətən, yəni kül bizim başımıza, gör bizi necə, bunlar bunu eləyən bilirəm, kimdir? Mən bilirəm, yaxşı bilirəm, bunu eləyən iki dənə güc var, Rusya, bir də İran. Bizə niyə? Çünki, qardaşım, bilirsən nə deməkdir? Bir dənə Azərbaycan bax xəritədə, Cənubi Şimal Azərbaycan birləşməyib sən nə deməkdir?
Heç də yox, heç bu balaca Azərbaycan var, bu balaca Azərbaycan var. Bu Azərbaycan bu günləri Azərbaycanlı zehniyyət olaraq qoysalar qalmağına, bu 8-10 milyon var ha. Bu 10 milyon özü bir təhlükədir. Bir Azərbaycanlı qardaşım, bir Azərbaycanlı, bir Mübariz İbrahimov, Allah rəhmət eləsin, gör nə deməkdir? Bir orduya bir bərabər oğlan diyor. Onu bilənlər də ona görə bir kölə eləyiblər bu xalqın zehniyə. Biz də ölürük, düşmüşük şeyə. Ticarəti sevir yaxı. Ticarət bizə abi görməli cənnət var. Aha qardaş, başıma dönüm. Sənin cənnətin. Baba buradır, bura. Cənnət buradır. Bu cənnətə sahib olmaq üçün quyurulub boyunlar hamısı. Ərəb o səhradan çıxıb gəlsin. Allahlıq iddiasına düşüblər. Allahsa səndədir, səndə. Qardaşım, oyan, oyan qardaşım. Biz o günə salması deyilik. Biz kənar ölkələrdən fətva alıb bacımızı, anamızı qoruyan qədər qiriyyətsiz millət deyilik. Qardaşım, biz kişi millətiyik. Sən, mən, o birisi. Hər şey bilirsən, biz bir ailəyik. Bir ailənin içində pisimiz də var, yaxşımız da, hər şey. Amma biz başqaları üçün bir ailəyik. Bir-birimizi qədrin bilək, qardaş, bir-birimizi bizi sındırıblar. Bədbəxt deyə biz.